parklar abadlaşır, yeni parklar salınır, bağlar salınır. Əlbəttə ki, onların arasında Sumqayıt bulvarını xüsusilə qeyd etmək istərdim. Mən bu bulvarın açılışı ilə əlaqədar keçmiş tədbirdə demişəm ki, bir də demək istəyirəm, bu möcüzədir ki, cəmi 11 ay ərzində 5.2 kilometr uzunluğunda və 150 hektarı əhatə edən gözəl bulvar salınmışdır. Şəhərin abadlaşdırılması işi böyük zövqlə və böyük məhəbbətlə aparılır. Bunu ancaq öz şəhərini sevən, öz xalqını sevən insanlar edə bilər. Fərqlə demək olar ki, bugünkü Azərbaycan ümumi liderimizin arzu etdiyi Azərbaycandır və Sumqayıt şəhəri də bugün Ulu Öndərin arzuladığı kimi abad bir şəhərə çevrilmişdir. Hər bir işin icrası zamanı ilk növbədə dəqiq hədəflərin, aydın tezislərin müəyyən edilməsi tələb olunur. Bu baxımdan Sumqayıtda görülən işlər xaotik xarakter daşımır. Sizin tövsiyələrinizi əsas tutaraq sistemli, planlı və müasir şəhərsalma prinsiplərinə uyğun olaraq hazırlanır. Vahid yanaşmaya əsaslanan proqram çərçivəsində də konseptual şəkildə aparılır.